Əl-Qiyamə Qiyamət surəsi Məkkədə nazil olmuşdur. 40 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. La uqsimu biyevmil qiyamah. And içirəm qiyamət gününə. Və la uqsimu bin nefsil levvamah. Və and içirəm özünü məzəmmət edən nəfsə, müminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, qiyamət haqdır. Əyəhsəbul insanu ən lən nəcmə'a izamah. Yoxsa insan belə güman edir ki, biz əsla onun sümüklərini öldükdən sonra torpaqların arasından bir yerə yığa bilməyəcəyik. Bələ qadirina alə ən nusəvviyə bənənəh. Bəli, bir yerə yığacaq. Hələ bir üstəlik, onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik. Bəl yuridul insanu liyefcura əməməh. Onun inkar etməyi yalnız qiyamət barəsində şəkk etdiyinə görə deyildir. Əslində insan istəyir ki, ömrü irəlilədikcə günah etsin. Yəsəlu əyyənə yevmul qiyamah. Soruşur ki, qiyamət günü nə vaxtdır? Fəizə bəriqəl bəsar. Göz, ölümün çətinliyindən, yaxud da məhşərin dəhşətindən donub qalacağı və bərələcəyi. Və xəsəfəl qəmər. Ayın nurunun sönəcəyi. Və cümi'əş şəmsu vəl qəmər. Və günəşlə ayın nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda birləşəcəyi zaman. Yəqulul insanu yevmə izin əynəl məfər. Məhz o gün insan qaçıb qurtulmaq üçün yer hardadır deyəcəkdir. Kəllə la vəzər. Xeyr, o gün heç bir sığınacaq yeri olmayacaq. İlə rabbikə yevmə izinil müstəqər. O gün bütün varlıqların yaradılışın əvvəlindən üst tutduqları son qərərgah yalnız sənin Rəbbinin tərəfinədir. Dərəcələrinin müxtəlifliyinə uyğun olaraq cənnətdə yaxud cəhənnəmdə əbədi yerləşərlər. Yunəbbə'ul insanu yevmə izin bimə qaddəmə və əxxar. O gün insana öncədən göndərdiyi, dünyada etdiyi və təxirə saldığı, etmədiyi şeyi, yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində xəbər veriləcəkdir. Bəlil insanu alə nəfsihi basirə. Xəbər verməyə heç ehtiyac da yoxdur. Əslində insan öz nəfsini görəndir. Vələv əlqa mə'azirə. Baxmayaraq ki, zahirdə hər cür üzrxahlıq edər. La tuhərrik bihi lisənəkə litə'cələ bih. Qur'an nazil olan zaman onu oxumağa tələsərək, dilini onunla birgə hərəkət etdirmə. Vəhy tamam olmamışdan öncə oxumağa başlama. Yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Qur'anın məcmuəsindən surələri ya ayələri
ümumiyyətlə heç nəyi vaxtı yetişməzdən öncə dilinə gətirmə. İnne aleyna cem'ahu ve Kur'aneh. Şübhəsiz, onu sənin qəlbində cəm etmək, onu sənə oxumaq və sənin cəmaata oxumağın bizim öhdəmizdədir. فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ. Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol. ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ. Sonra onun həqiqətlərini və sirlərini bəyan etmək də bizim öhdəmizdədir. كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ. Belə deyildir. Ahirəti inkar etməyiniz, ona şəkk etdiyinizə görə deyil. Əslində siz bu tez keçib gedən dünyanı sevirsiniz وَتَذَرُونَ الْآخِرَةَ. və ahirəti buraxırsınız. وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ. O gün neçə üzlər şad-xürrəm olacaq. إِلَى رَبِّهَا نَاظِرَةٌ. Qəlb gözü ilə öz Rəbbinə tərəf və zahiri gözü ilə onun cəlal və camal nişanələrinin tam şəkildə təzahür və təcəssümünə baxacaqdır. وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ. Və neçə üzlər də o gün qaşqabaqlı olacaq. تَظُنُّ أَنْ يُفْعَلَ بِهَا فَاقِرَةٌ. Bel qıran bir əzaba, ya burunlarına oddan dağ basılmasına məruz qalacaqlarını bilərlər. كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِي. Belə deyil, insanın zənn etdiyi kimi deyil. Can boğazın dövrəsindəki sümüklərə, körpücük sümüklərinə yetişdiyi zaman وَقِيلَ مَنْ رَاقٍ. və can verənin başına toplananlar deyərlər, şəfa verən təbib kimdir, varmı? Və mələklər deyərlər, kimdir onun ruhunu yuxarı aparan, rəhmət mələyi, ya qəzəb? وَظَنَّ أَنَّهُ الْفِرَاقُ. Və o da bilər ki, bu zaman dünyadan ayrılıq zamanıdır. وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ. Qıçı-qıçına dolaşar və dünya həsrəti ahirət əzabına qarışar. إِلَى رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ. O gün, ölüm günü, sövq və hərəkət sənin Rəbbinə tərəfdir. Bərzəxdəki görüş, qiyamət məhkəməsindən tutmuş cənnətə ya cəhənnəmə kimi. فَلَا صَدَّقَ وَلَا صَلَّى. O halda deyilər, o nə Allahın dəvətini təsdiq etdi və nə də itaət edərək namaz qıldı. وَلَكِنْ كَذَّبَ وَتَوَلَّى. Lakin təkzib etdi və üz döndərdi. ثُمَّ ذَهَبَ إِلَى أَهْلِهِ يَتَمَطَّى. Sonra da təkəbbürlə yeriyərək öz adamlarına tərəf getdi. أَوْلَى لَكَ فَأَوْلَى. Vay sənin halına, cəhənnəm sənə daha çox layiqdir. ثُمَّ أَوْلَى لَكَ فَأَوْلَى. Yenə də vay sənin halına, cəhənnəm sənə daha çox layiqdir. أَيَحْسَبُ الْإِنسَانُ أَنْ يُتْرَكَ سُدًى. Yoxsa insan elə güman edir ki, başlı başına buraxılacaq. Heç bir vəzifəsi və hesabı yoxdur. أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِيٍّ يُمْنَى. Məyər o, qadının bətninə tökülən bir damcı mənidən ibarət deyildimi?
ثم كان علقة فخلق فسوى Sonra ələqə, laxtalanmış qan oldu. Beləliklə, Allah onu başqa mərhələlərdə yaratdı və onun bədən üzvlərini düzgün və kamil etdi. فجعل منه الزوجين الذكر والأنثى Bu zaman ondan iki cüt, bir erkək və bir dişi yaratdı. أليس ذلك بقادر على أن يحيي الموتى Məyər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?